Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 33-ü başa salacağım. Zəlzələlər necə baş verir? İş vərəqi 1. Zəlzələnin gücünü müəyyən edin. Səhifə 42 və 43. Birinci tapşırıq. Verilmiş sözlərdən istifadə edərək boşluğu tamamlayın. 2 litosfer tavası bir-birinə yanaşı sürüşür. Zəlzələ müddətində sürüşmənin başladığı A nöqtəsi zəlzələ ocağı adlanır. B nöqtəsi zəlzələnin epicentri adlanır. C nöqtəsi isə seysmik dalğa adlanır. İkinci tapşırıq. Leyla seysmoqraf tərəfindən qeydə alınmış zəlzələnin nəticəsini tədqiq edir. Seysmoqramdakı xətlərin dalğalanmasının səbəbi nədir? Seysmoqramdakı xətlərin dalğalanmasının səbəbi zəlzələnin gücünü göstərir. Baxırıq şəkildə də xətlər burada dalğalanır və o zəlzələnin gücünü göstərib. Sonra seysmoqramdakı hansı nöqtədə seysmik təkanlar digərləri ilə müqayisədə daha güclü hiss olunur? A, B yoxsa C? Cavabınızı əsaslandırın. C nöqtəsində daha güclü hiss olunur. Şəkilə baxırıq. A nöqtəsində hələ yenicə başladığına görə, zəlzələ yenicə başladığına görə hələ güclü deyil. Sonra B nöqtəsinə çatanda artıq biraz gücləndi, ancaq B nöqtəsindən getdikdə isə artıq zəlzələ dayanmağa başlayır. C nöqtəsinə tərəf gedərkən isə artıq görürük ki, zəlzələ çox güclüdür və sonda da zəlzələ bitir. Zəlzələnin davam etmə müddətinə görə gücünü izah edin. Bunu da artıq izah etdim. Yəni zəlzələ davam edərkən gücü nə qədər olur? Səhifə 43, iş vərəqi 2. Zəlzələnin nəticələri. Tapşırıq 1. Aşağıdakı şəkillərdən hansı zəlzələnin nəticəsini əks etdirir? Düzgün cavabı işarələyin və izah edin. Birinci şəkildə vulkan təsvir olunub. Səhv eləmirəmsə. Bu zəlzələnin nəticəsini əks etdirmir. Vulkan püskürməsi zəlzələnin birbaşa nəticəsi deyil. İkinci şəkildə dağıntılar görürüz. Bu düzgündür. Zəlzələ binaların uçmasına səbəb olur. Üçüncü şəkildə daşqın nəticəsi göstərilir burada. Ona görə də yanlışdır. Dördüncü şəkildə isə zəlzələ nəticəsi təsvir olunub. Zəlzələ yollarının çatlamasına səbəb olur. Beşinci şəkildə isə quraqlığın nəticəsi təsvir olunub. Ona görə bu da yanlışdır. İkinci tapşırıq. Azərbaycanda zəlzələnin əmələ gəlmə səbəbini izah edin. Yer qabuğu litosfer tavalarından ibarətdir. Bu tavalar daim hərəkətdə olur. Azərbaycan isə bu tavaların bir-biri ilə toqquşduğu bölgədə yerləşir. Yer altında enerji yığılır və bir anda boşalanda zəlzələ baş verir. Ölkəmiz Alp-Himalay seysmik qurşağında yerləşdiyi üçün burada yeraltı təkanlar tez-tez baş verir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.